Salam, hər birinizi xoş gördük. Mən Əminə Bağırova. İstədim bugünkü bazar günümü sizin üçün bir video blog şəklində təqdim edim. Günüm necə başlayır və necə tamamlanır. Əslində bir çoxunuz bazar günləri daha yuxudan gec durursunuz, hazırlanırsınız, bəlkə də çölə çıxıb sabah kahvaltısı edirsiniz əzizlərinizlə, doğmalarınızla və də alış-veriş edirsiniz. Həftə içində etmədiyiniz işləri bazar gününə saxlayırsınız. Amma mənim üçün bu bazar günü biraz fərqli keçir. Çünki həftə ərzində həm çalışıram, həm axşamlar magistr dərslərim olduğu üçün öz deməli kurikulum hazırlıqlarımı həftə sonlarına salıram. Ona görə bazar günü mənim üçün çox yüklü bir gündür və səhər tezdən oyanıram. Və gün ərzində demək olar ki, evdən çölə çıxmıram. Və demək olar ki, hər kəs kimi mən də adi əl-üzümü yuyuram, yatağımı yığıram. Kiçik də olsa üz baxım kremlərimi sürtürəm. Çünki bilirsiniz ki, Bakının suları çox coddur, həddindən artıq dəridə quruluq yaradır. Ona görə hər dəfə sudan istifadə edərkən üzləri qulluğunu mütləq edirəm. Həm əllərimə krem çəkirəm, həm də ki üzümə o yumşaldıcı kremlərdən vururam. Üzr istəyirəm. Bu arada deməli dünən axşamdan yuyub qurutduğum boşqabları gördüyünüz kimi səhmana salıram. Bir-biri yerləşdirirəm, quruluyuram və mənim vazgeçilməz səhərlər içdiyim Türk qəhvəsi yapıram özümə, türklər demiş. Mütləq ki, su içməliyəm. Su məni bütün deyək ki, bədənimdəki olan su ehtiyatını təmin etmək üçün ən azı səhərlər 3-4 stəkan su içirəm və hökmən qəhvəmi hazırlamalıyam. Və xüsusən də ki, bu qəhvəni görürsünüz, bu İzmirdən gəlib. Onun nəlbəksi və çaşqası isə iş yoldaşım mənə hədiyyə eləyib. Hardan? İstanbuldan. Və mütləq ki, səhərlər ya Ayətül Kürsünə qulaq asaram, ya Fatihə surəsinə qulaq asaram videodan. Amma bugün istədim ki, xüsusən caz musiqisi ilə sabahımı açım. Yəni bu mənim xüsusən enerji mənbəyimdir. Və keçirəm burada dünən və həftə ərzində qalan paltarlarımı yumağa ki, onları atım maşına. Nə qədər ki, havalar yağışlı olmayıb, çünki bu həftə ərzində yenə də yağış deyiblər. Və işimi bitirər-bitirməz keçirəm iş masama və orada işə hazırlıq üçün dərslərimə start verirəm. İlk qrupum səhər saat 10-da başlayır. Zoom'da görüşürük. Bütün verdiyim tapşırıqları soruşuram, sual-cavab edirik. Ev tapşırıqlarının bir-bir səhvlərini müzakirə edirik. Bu çox vacib deyək ki, tapşırıqlarımdan görəcəyim işlərdən biridir. Və maraqlı bir məqam da olur. İş yoldaş, pardon, tələbəmin övladlarıyla burada tanış oluruq. Deməli, Mətin, səhv etməmsə, yadımdan çıxdı artıq adları. Yəqin ki, videoda baxanda özümüz də görəcəyik. Burada biraz söhbətləşirik, qiybətləşirik uşaqlarla və qrupu bitirəndən sonra keçirəm artıq paltar yuyan maşınında yuyulmuş paltarlarımı götürməyə və təbii ki, onları gedəcəm eyvandan asacam. Və hava da çox soyuq idi bu arada. Eyvana çıxanda havanın çox soyuq olduğunu gördüm, üşüdüm. Dərhal da kombini işə saldım. Hərçənd ki, həftədən çox da kombini işə salmırdım. Amma üşüdüyüm üçün məcbur oldum. Və növbəti dərsimə keçid alıram əslində və bu yarım saat ərzində özümə tez bir zamanda dünəndən bişirdiyim mərci supumu isitdim ki, biraz güc toplayım və növbəti dərsimə başlayım. Növbəti dərsim də saat 12-də başlayır və tələbələri çağırıram dərsə və sonra başlayırıq bir-bir tapşırıqları yoxlamağa. Və tələbələrim səhvlərini səsləndirirlər, mən izahlarını verirəm. Biraz burada müzakirəmizi davam etdiririk. Gördüyünüz kimi tez-tez yerimi dəyişirəm, çünki 90 dəqiqə ərzində eyni yerdə oturmaq biraz çətindir və düşünsəz ki, ev şəraitində saatlarla divan və ya yerdə oturmaq, divanda oturmaq, stul arxasında oturmaq biraz çətindir. Ona görə də o hərəkətimi tez-tez edirəm. Və bu aralıqda tələbələrimə test verdiyim zaman tez gedirəm özümə çay dəmləyirəm.
Çünki çox danışdığım üçün və illa da ki, xəstələndikdən sonra boğazımda bəzi problemlər yarandığı üçün çay içməyə məcbur qalıram. Və tələbələrim də bu verdiyim 13 dəqiqə ərzində tapşırıqları yerinə yetiriblər və biz səhvlərimizi müzakirə edirik. Və müəyyən müzakirələrimizi bitirdik, dərsimizi tamamladıq. İndi isə keçirəm valideynlərimlə görüşməyə. Çünki səhər açılandan onlardan bir xəbər bilməmişəm. Daha doğrusu onlar mənə yazırdı, mən onlara geri dönüş edə bilmirdim. Çünki dərsdə olduğum üçün. Və müəyyən burada bir-birimizə xoş sözlər dedik. Keçirəm artıq saat 3-ün yarısı olan qrupuma. Yəni bazar günləri məndə dəlixana bir gün olur. Çünki heç bir dəqiqə də belə boş vaxtım olmur. Və üçüncü deməli qrupum, hansı ki burada yeni açdığım test qrupudur. Müəyyən izahlarımı verirəm, mövzularla bağlı giriş, ardından isə sınaqlarımıza, testlərimizi işləyirik, biliklərimizi möhkəmləndiririk. Və nəzərinizə çatdırım ki, bu mənim əslində günümün sonu deyil. Əslində axşam saatına dərsim olacaq. Və dərsimi bitirər-bitirməz keçirəm mətbəxə, yeməklərimi isidirəm, qaza qoyuram və süfrəm üçün lazım olan yeməklərimi, qatığımı, ikramı, pomidorumu, xiyarımı, kompotumu hamısını hazırlayıram ki, biraz yeyim və güc topluyum. Əslində tək yeməyi mən heç xoşlamıram, valideynlərim də bilir. Qətiyyən sevmirəm tək yeməyi. Və gün ərzində zehni çox yorğun olduğum üçün çalışıram ki, qorxulu filmlərə yox, daha çox komediya janrda olan ya videolara, ya qısa metrajlı videolara baxım, ya komediyaxanaya baxım. Komediyaxana elə bir ki, məni biraz güldürür və mənfi enerjiləri məndən uzaqlaşdırır. Ona görə biraz əyləndim, dincəldim. Bu qədər. İnşallah ki, növbəti səfərdə görüşərik. Hələlik.